Bu çempionluq yolunda təcrübəli bir mütəxəssisdir. Hansı məqamlar həlledici ola bilər? Məsələn, Qarabağın Avrokuboklarda mübarizənin dayanması bu mübarizəyə necə təsir edə bilər? Qarabağ tam olaraq köklənsə çempionata. Mən deyə bilərəm ki, bu yöndə çox fərqli əngəllər ola bilər. Sadəcə bizi Qarabağ fikirləşdirmir. Bizi ən az narahat eləməsə üçün digər o birisi komanda bizim özümüzük. Qarabağdan çox bizi narahat edən özümüzdür. Çünki biz istəyirik ki, biz hər gün daha da inkişaf edək və bu inkişaf eləməyə biz sadəcə futbolçularımıza da yansıdaq. Bu hər cür fərqli əngəllər ola bilər bu yolda. Məsəl üçün adi bir 3-4 oyunçunun zədələnməsi də ola bilər. Adi bir hava şəraitinin pis olmasından görə biz bir oyunu da uduza bilərik. Bu sizin həyatınızda da bəzən belə şeylər olur. Siz öz həyatınızda bəzən konfliktlər yaşayırsınız. Bəzən başqa yemək zəhərlənməsi ola bilər ki, istədiklərinizə nail ola bilməyəsiniz. Bizi daha çox öz oyunçularımız narahat edir. Biz istəyirik ki, onlar motivasiyalı olsunlar, istəyirik ki, onlar 100% peşəkar olsunlar və öz işlərini ən yaxşı şəkildə görsünlər.